Su dolu çeşmələr, abad bağlar, meyvəli ağaclar, intizarlı gözlər və səbirsiz ürəklər səni gözləyir ya Hüseyn. Bu ifadələr hər gün İraq alimləri və rəhbərlərinin imamın Kufəyə tərəf hərəkət etməsi üçün xahişi ilə yazıb Məkkəyə göndərdikləri bir çox məktubların məzmunu idi. Harda qalmısan ay pir olmuş? Yaman gecikdin. Məcbur olub Kufəyə də baş çəkməli oldum Zərbi. Muxtar evdədir? Bəli cənab. Səbirsizliklə dostunun yolunu gözləyir. Çox hövsələsizdir. Ən azından 10 dəfə məni göndərib ki, Zərbi, get bax gör Kiyan gəlir yoxsa yox. Zərbi, mənim atıma yaxşı qulluq elə. Onu əməlli başda görmüşəm. Gözlərim üstə cənab. Ona bir qulluq eləyim ki, gəl görəsən. Yaxşı Kiyan, bizim Məkkə Yusuf haqqında nə xəbər var? Yaxşı xəbərlərim var Muxtar. Kufəlilərin dəvətində nə qədər səmimi, doğru olmasını yoxlamaq, onların haqqında məlumat almaq üçün əmisi oğlu Müslimi Kufəyə göndərib. Peyğəmbər nəslinin ən yaxınlarından biri olan Müslim artıq yoldadır Muxtar. Müslim İbn Əqil? Onu hardasa gördüyünü düşünmürəm. Yox, görüşdüyümüzü xatırlamıram. Sən necə? Onu görmüsən? 15 il əvvəl görmüşəm. O vaxt 17-18 yaşlı yeniyetmə idi. Artıq yetkin bir insan olar. Müslim Kufəyə nə vaxt yola düşüb? Məkkəyə göndərdiyim çaparın verdiyi məlumata görə bir ay əvvəl 2 nəfərlə gizlicə Kufəyə yola düşüb. Elə isə artıq Kufədədir. Yox, Muxtar. Hələ gəlib çatmayıb. Ləfəqaya gəlməzdən əvvəl Kufəyə baş çəkdim. Süleymanın evinə gedib ondan da xəbər aldım. Gəlib çıxmayıb. Bəlkə keşikçilər tərəfindən tutulub. Yox, bu ola bilməz. Çox güman ki, yol azıb. Hardan bilirsən? Qeybə çəkilmədi ki. Ya yolu azıb, ya da sən deyən kimi onu keşikçilər tutub. Qalx Kiyan. Nə qədər gec deyil, onun haqqında məlumat əldə eləməliyik. Niyə Müslim hələ Kufəyə gəlib çatmayıb? Əgər çatıbsa indi hardadır? Qalx. İcazə ver təri soysun, bir tikə çörək yeyib özünə gəlsin, sonra Müslimi axtarar. Yox, Ümrə Hüseynin elçisinin canı təhlükədədir. Biz mütləq Müslimi tapmalıyıq. Mən Kufədə olanda Müslimdən xəbər yox idi. Kiminsə onun gəlişinin səbəbini biləcəyini düşünmürəm. Düşmənimizi səfeh hesab eləmək Kiyan. Sirr o vaxta qədər sirr olaraq qalır ki, cəmaatın dilinə düşməsin. Kufəlilərin ona bu qədər yazdığı məktubların müqabilində Yezid tərəfdarları Hüseynin buna necə cavab verməsini gözləyirlər. Əgər sənin Müslimin hansı tapşırıqla gəlməsindən xəbərin varsa, deməli düşmənin də mütləq xəbəri var. İbn Kamili də köməyə çağır Kiyan. Onunla Kufəyə gedən bütün yolları nəzarətə götürün. Müslimi tapsanız onu Kufəyə qədər müşayiət eləyin. Əgər razılaşsa, mən Kufədə onu qəbul eləməyə hazıram. Ümrə, sən də rübəndini at. Atanla görüşə getməlisən. Getməyimin səbəbini soruşa bilərəm. Silə-i rəhmi yerinə yetirməyə. Elə bu? Yox, bir daşla 2 quş vurmalıyıq. Müslimin gəlməsi haqqında nə bildiyini öyrənməlisən. Deməli, mən atamla görüşüb, sirrini öyrənəndən sonra onu ərimə danışmalıyam, hə? Yox, Muxtar. Əgər atam mənə sirrini danışırsa, deməli, məni özünə sirdaş hesab eləyir. Axı sən də öz sirlərini mənə danışırsan. Onun sirrini sənə danışacağımı məndən necə gözləyə bilərsən? Əgər məndən ərinin nə etdiyini soruşsa, sirrini ona deyə bilərəmmi? Ümrə xanım haqlıdır Muxtar. Onu bu işə qatmasan daha yaxşıdır. Muxtar,
Xahiş eləyirəm, məni öz bəhanələrinə aludə eləmə. Hansı bəhanədən danışırsan? Səfərə çıxmaqla mənə yardım edəcəyini düşünürdüm. Sən atamla qarşı-qarşıya qaldığında mən bir söz dedimmi? Sənə etiraz elədimmi? Bu kömək azlıq eləyir. Get atana baş çək. Keyf əhvalını soruş və özünü necə hiss elədiyi ilə maraqlan. Yox, Muxtar, yox. Mən evdən çölə çıxmayacağam. Müslimi Ləfəqaya dəvət eləsən daha yaxşı olmaz? Yox ki, ya. Əgər Müslüm Ləfəqaya gəlsə, qaynatam ona qarşı qılınc çəkdiyimi düşünəcək. Mən hələ də Nümandan əlimi üzməmişəm. Bəs Ümmü Sabit necə olacaq? Allah eləməmiş hörmətsizlik eləməyə qalxsa necə? Müslim İbn Əqil İranlı kiyan deyil ki, nifrin və lənət eləyəsən. Ümmü Sabit sənə qarşı neynib ki? Mən Ümmü Sabitin tənələrinə adət eləmişəm. Məni görüb söyməyəndə təəccüb eləyirəm. Bugün deyirdi ki, güya mən sənin qulağını doldurub, sənin vasitənlə millətimi təhqir eləyən ərəblərdən qisas almağı düşünürəm. Xəcalət çəkirəm ki, ya. Ümmü Sabit həmişə üzünü turşudaraq acı dili ilə səni sancıb. Xəcalətli düşmənin olsun. Fikir vermə, Muxtar. Mənim Muxtarla dostluğumu, sənə olan münasibətimi heç nə poza bilməz. Ümmü Sabitin tənələrini həmişə sancı kimi qəbul eləmirəm. Bəzən mənə də xoş gəlir. Mənim üçün Muxtar məzlumların qisasını alacaq qəhrəmandır. Həmişə də belə olaraq qalacaq. İbn Kamil, gəl! Sən də mənim gördüyümü görürsən? Sən nə görürsən ki, Kiyan? Tərpənən bir qaraltı. Deməli ilğım deyil. Çünki mən də onu görürəm. Ola bilsin ki, elə bizim gözlədiyimiz Yusifdir. Bu səhrada hətta dəvə belə gedib mənzil başına çıxa bilməz. O ki qaldı insan ola.
De görüm hansı möcüzə ilə sağ qalmısan İbn Əqil? Mən muxtaram, cənab Müslüm. Əbu Übeyd Səqəfinin oğlu. Muxtarın təqdimata ehtiyacı yoxdur. İllər öncə səni Mədayinin Ağ Sarayında görmüşəm. O zaman mən bir yeniyetmə olduğum üçün sizin kimi böyük insanların gözünə görsənmirdim. Mədayin sarayında eşitdim ki, əmim oğlu Həsənlə Müaviyyənin döyüşündə bir tərəf qalmış və əkin-biçin işləri ilə məşğul olmusan. Həmin vaxtlar vəfasızlığın acısını görən mənim kimi birisi üçün sənin bir tərəf qalmağın mənim üçün çox xoş gəlmişdi. Allah əmin İbn Məsudə rəhmət eləsin. Əlindən gələn köməyi əsirgəmədi. Həmin vaxt bir tərəf qalmağımın illər də əzabını çəkirəm. Bizim hamımız səhv eləyə bilərik. İti oxlarının köməyi ilə bizləri çaşdırmaq şeytanın vəzifəsidir. O, hamımızı yoldan çıxarmağa and içib. Lakin büdrədikdən sonra imanını möhkəmlədən şəxslərsə, şeytanı çox məyus eləyirlər. Mənə qonaq gəlməyiniz mənim üçün iftixardır. Səfərə tək çıxıbsınız? Yox, tək olmasam da, amma tək qaldım. 2 səfər yoldaşım var idi, yolda susuzluq və istilikdən həlak oldular. İraq və Hicaz arası səhra cəhənnəmə bənzər. Bu cəhənnəmdən keçib getmək hər kəsin işi deyil. Səfər eşq səfəri idi, qardaş. Əgər eşq olmasaydı, mən də yoldaşlarım kimi ölmüşdüm. Küfəyə hansı istiqamətdən daxil olubsuz? Şoranlıq tərəfdən. Gözətçilərə rast gəlmədiniz ki? Gəldik. Amma hilə işlədərək sovuşub keçdik. Sizi görmələri mümkündür? Yox, Əbu İsaq, arxayın ol. Deyəsən, Yezid tərəfdarlarının Müslümin Küfəyə yola düşməsindən xəbərləri yoxdur. Əli ardıcılları hələ də Küfədə rahat yaşaya bilmirlər. Bəs əmim oğlu Hüseynə məktub yazaraq onu dəvət eləyənlər hardadılar? O cür dəvətlər hara, bu gizlincə qaça-qaç hara. Cənab Müslüm, dəvətlərlə bizim gizli hərəkət etməyimiz arasında bir ziddiyyət yoxdur. Həqiqət bundan ibarətdir ki, hələ də Küfədə Yezid və tərəfdarları hakimiyyətdədirlər. Əli ardıcıllarının Küfədə qüvvələri azdır. Əli ardıcılları hakimiyyətdə təmsil olunmadıqca gözətçi, döyüşçü, keşikçi, sərkərdə və rəhbərləri olmayınca deməli ehtiyatlı olmalıyıq. Sən özün necə düşünürsən, Muxtar? Doğrudan da Küfə cəmaatı Peyğəmbər övladının gəlməsini gözləyir. Mən nə deyə bilərəm ki? Gözləməyinə gözləyirlər. Amma Küfəlilərin vəfasızlığını da unutmayın. Qorxuram ki, keçmişdəki bivəfalıqlarını yenə də təkrar eləsinlər. Mən özümü Peyğəmbər övladına qurban verməyi qərarı aldım.
Əllərini uzat ya İbn Əqil. İstəyirəm ki, Hüseyn İbn Əlinin elçisinə əl uzadan ilk şəxs mən olum. Səninləyik ya Hüseyn. Səninləyik ya Hüseyn. Səninləyik ya Hüseyn. Muxtar, Əli ardıcıllarının böyüklərinə xəbər göndər. Vaxt itirmədən Hüseyn İbn Əlinin sifarişini onlara çatdırmalıyam. Səninləyik ya Hüseyn! 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 Mən Müslim İbn Əqil, əmim oğlu Hüseyn İbn Əli tərəfindən Küfə şəhərinə göndərilmişəm ki, ona küfəlilərin söylədiklərinin doğru olduğunu və dəvətlərinin üstündə durmaları barəsində xəbər göndərəm. Ey cəmaat! Bilin ki, icbari təkid və qorxu ilə edilən beyyət yanlış və haramdır. İxtiyari surətdə seçim eləyin. Hüseyn, yoxsa Yezid? Səninləyik ya Hüseyn! 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 Təbrik edirəm Əbu İshaq. Eşq dövləti yenidən bərpa edildi. Hələ qəzavət üçün tezdir ki, ya. Nədən qorxursan ki, Əbu İshaq? Bilirsən nədən qorxuram İbn Kamil? Nədən? Onların çoxu Əli ardıcıllarının hakimiyyətə gəlməsini deyil, keçmiş səhvlərinin əvəzini çıxmaq istəyirlər. Təsəvvür elə ki, sabah Yezid ona qarşı çıxanları edam eləmək üçün bir qoşun göndərdi. Hansı qoşunla ona qarşı döyüşəcəyik? Xəlifəyə beyyət əli uzatdıqda sizə öz Ata, əhdinizə sadiq anam yükünü hazırlayıb getmək istəyir. Gedir? Hara? Dəqiq bilmirəm. Özünün dediyinə görə qara quyuya ya da cəhənnəmin orta göbəyinə. Səhv eləmirəmsə, bibim cariyənin evinə gedir. Hara gedirsən Əbu İshaq? Nə baş verib? Nə deyim? Bizim xanım yenə də bildiyini eləmək istəyir. Ey cəmaat! Şeytanı arvadından qorxudaraq uzaqlaşdırmağa gedir. Əbu İshaqın səbr və hövsələsinə qipt eləyirəm ki, yan. Şəxsən mənim səbrim çatmazdı. Əgər Muxtarın yerində olsaydım, indiyə qədər onun başını kəsib tikə-tikə doğramışdım. Mən də bunu başa düşə bilmirəm. Əbu İshaq bütün bu illər ərzində necə tab gətirib? Onun zəhəri çox öldürücüdür. Bilmirəm indiyə kimi sənə qismət olub ya yox. Amma mən bundan çox dadmışam. Əbu İshaqın fəziləti haqqında elə bunu demək yetər ki, uzun illərdir acı dil və bədxasiyyət bir qadına dözür. Bunu başa düşmək üçün ərəb olmaq lazımdır. Ərəblər nadir hallarda arvadın qarşısında təzim eləyib sakit dururlar. Özü də açıq-aşkar ərinin dediklərinə qarşı gedən arvad ola. Ümid eləyirdim ki, ağıl yaşına çatandan sonra sakit oturarsan. Amma ağsaçlar da sənə ağıl gətirmədi. 15 il gecəmi gündüzümə qataraq Muxtarın sınmış qürurunu bərpa eləməyə çalışdım. Hələ də Muxtarın qüruru özünə gəlməyib.
Mən üzgünəm. Daha sənə kömək eləməyə gücüm qalmayıb. Ürək adlı bir tikə ət vardı, o da qana dönüb getdi. Ciyərim Züleyxanın ciyəri kimi ot tutub yanır. Artıq Muxtarın nə ürəyində, nə evində, nə də həyatında Nariyə üçün yer qalmayıb. Sən İranlı Kiyan kimilərə məndən daha çox hörmət eləyirsən. Bir gecə olmadı ki, ayaqlarımı uzadıb rahat yuxuya gedə bilim. Kiyan evimin qapısını döyəndə ürəyim ağzıma gəlirdi ki, görəsən yenə hansı pis xəbərlə evimi viran qoyacaq. Sənə yalnız Kiyan kimilər heyran ola bilər. Yolumdan kənara çəkil. Məni yarı yolda qoyub gedirsən? Muxtarın mənim üçün hazırladığı döyüş meydanından qaçmaq istəyirəm. Yoxsa düz eləmirəm. Ümmü Sabit qaçır. Bir-birimizlə bağladığımız əhd peyman necə olsun? Axı bizi bir-birimizdən kəfən ayırmalıydı. Sən necə də bədbəxtsən ey qadın. Lənət olsun uğursuz taleyimə. Lənət olsun. Hələ ki, Muxtarın nəfəsi gedib gəlir. Sən getsən Muxtara kim şikayət eləyəcək? Muxtarı tutduğu yola görə kim danlayacaq? Ay dərbədər olmuş, o dəqiqə gedib Muxtara xəbər verdin, hə? Muxtar mənim üçün nə edib ki, sən də onu tamamlayasan? Bu evi tərk eləməyə ixtiyarın yoxdur. Sən qarşıma alacaqsan, ay körpə. Axı niyə getmək istəyirsən? Bunun sənə dəxli yoxdur. Dilinə dağ basım, yoxsa boğazına istiyot töküm. Sənin və atanın sərbəst hərəkət eləməyiniz üçün evi tərk eləmək istəyirəm. Oğlum, Bəli, atacan. anana cavab qaytarma. Çıx bayra, biraz ananla söhbət eləyək. Bacını da özünlə apar. Baş üstə, atacan. Biraz haqsız danışdın, Nariyə. Əgər indiyə qədər ürəyimdə yerin yox idisə, o zaman niyə səni qapının çölündə qoymamışam? Niyə səni boşamadım? Hər bir qadının sevimli olması onun özündən asılıdır. Muxtarın sənin yanında olmamasının günahı özündədir. Evi arı pətəyinə döndərmisən, Muxtar. Çox keçməz ki, Yezid evimi viran qoyar. Sən öldürüb məni və uşaqlarımı əsir apararlar. Səni and verirəm Allaha, daha bəsdir. Mən və uşaqlarım yaşamaq istəyirik. Səninləyik ya Hüseyn, səninləyik ya Hüseyn, səninləyik ya Hüseyn, səninləyik ya Səninləyik ya Hüseyn sədaları Kufəni lərziyə salır. Sən bunun əksini niyə düşünürsən, Nariyə? Niyə bizim Yezid və tərəfdarlarına qalib gələcəyimizi düşünmürsən? Allahdan ümidini üzmə. Uzun illərdir arzuladıqların gerçəkləşir. Səni and verirəm Allaha, belə bir gündə bizi tərk eləmə. Aman sənin və arzularının əlindən. Əgər bu sözləri Sabitin dilindən eşitsəydim, mənə yer eləməzdi. Sən hələ də uşaq kimi xəyallar qurursan, Muxtar. Mən sizi Allahın kitabı və Peyğəmbərin sünnətinə dəvət eləyirəm. Çünki sünnət kənara qoyulmuş, onun yerini bidət tutmuşdur. Sizin iradə və düşüncələrinizdən mənə xəbər versin deyə, əmim oğlu və inandığım şəxsi sizin yanınıza göndərirəm. Əgər o sizin
aranızda olan aqillərinizin, ali cənablarınızın və hamınızın fikrini məktublarda yazıldığı kimi mənə yazarsa, sizin yanınıza gələr və sizin hamınızı nicat sahilinə hidayət eləyərəm. Mənə can verən Allaha and olsun. Rəhbər Qur'ana uyğun davranmalı, ədalətlə rəftar eləməli, daim haqqın tərəfində olmalı və öz nəfsini Allahın istəklərinə müt'i eləməlidir. Qoy Allahın salamı onun salih bəndələrinə olsun. Seninle iş yok Hüseyin. 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 Aman ayrılık elinden, Yusuf'un yoluna göz dikmeyden, Yakup peygamberin gözleri kör oldu. Yakup Allah'ın peygamber olmasına bakmayarak icrana dözebilmedi. Ey Yusuf'tan önce gönderilen köy, daha biz ayrılığa dözebilmedik. Ne kadar ki ölüp gitmemişim bilen acele. Ağamıza yaz ki tez gelsin Müslüm. Yoksa biz öleriz. Öleriz.